Bilirəm ki, Azərbaycanda da Samsungun flaqmanları olan S seriyasını gözləyənlər çoxdur. Samsung istər sizin ən çox verdiyiniz sualdan birinə cavab verirəm. Galaxy S26 seriyası nə zaman təqdim olunacaq? Koreya mənbələri bir daha bu ayı flaqmanın təqdimatı üçün əsas tarix kimi göstərir. Samsung Galaxy S26 seriyasının buraxılış tarixi ilə bağlı şayələr yenidən fevral ayına doğru dəyişib. Samsungun bəzi Galaxy S26 modellərində seçilmiş bazalar üçün istifadə etməyi planlaşdırdığı Exynos 2600 çipinin rəsmi təqdimatı yeni bir fərziyyə dalğasına səbəb oldu. Bu fonda prosesor təqdimatını işıqlandıran bir Koreya nəşri şirkətin fevral ayı üçün ABŞ-da ayrı bir təqdimata hazırlaşdığını iddia edir. Fevral ayında satışa çıxarılacağı barədə məlumatlar noyabrın əvvəlindən ortaya çıxıb, lakin daha sonra başqa bir insider təqdimatın yanvar ayında baş tutacağını iddia edərək bunu təkzib etməyə çalışıb. İndi vəziyyət dəyişkən olsa da, qışın sonu yenidən ən ehtimal olunan variant kimi götürülür. Vaxtın bu cür dəyişkənliyi xüsusən də çip strategiyasındakı daxili dəyişkənliklər fonunda Samsung üçün bu adi hala çevrilib. Şirkət rəsmi olaraq tarixi elan edənə qədər bu cür məlumatlar şayiələr olaraq qalır. Yeni bir insiderin tezliklə başqa bir alternativ tarixlə ortaya çıxması mümkündür. Lakin hazırda fevral ayı yenidən Samsung Galaxy S26 seriyasının satışa çıxarılması üçün əsas hədəf hesab olunur.